Bugün bizi nələr gözləyir? Bu küçük oğlan niye inirsən? Bu qədər eləsən çoxdur. Yəni ki, bu boyda çörəyə bu qədər eləmir. Mən eləyirəm. Sözüm var sənə. O dada baxmır. O prosta avion götürür. Gözləmirsən ki, bura gəlib, yəni ki, belə yeməklərin dadını belə əla olsun. 5 saatlıq Süperdir. No comments. Salam əziz dostlar. Salam dostlar, salam. Bugün biz gəlmişik Bakının ən maraqlı yerlərindən biri. Gördüyünüz kimi bizim arxamızda onun əsas girişidir. The Real McCoy məkanı, Gastropub'ı. Bugün bizi nələr gözləyir? Real McCoy xüsusi pivəsi, bir-birindən möhtəşəm pivə çeşidləri. Çox bambavoy pivə zakuskalı olacaq və söz verə bilərik ki, möhtəşəm yeməklər hazırlayıb bizim üçün. Gedək yoxlayaq. Gedək, Getdi. soyutmayaq. Gəlin dalımızda. Və bugün mənlə Ramin'dən başqa burada kim olacaq? Əlbəttə ki, bizim karifey sənətkar Səfad olacaq və yeni bir dostumuz, neftçi yoldaşımız Lətif. Burada gördüyünüzdən yəqin ki Salamlaşdınız ama ondan. Buradan. Siz salamlaşdınız mən Çoxdandan yerimə. Salam, salamlaşdıq. mənim adım Səfadır. Mən Real McCoy Məkanda. Gastropub'ına gəlmişik. Mən burada birinci dəfəyəm. Konsept Gastropub'dır, premium Gastropub'dır. Niyə görə premiumdur? İndi yağın Bəhruz ətrafı çəkdi. Yerləşməsi, interyeri, dizaynı, servisi, produktları, hər şey, yəni ki, qab-qacağı, bəli. Qab-qacaqla baxın bura. Yəni ki, hələ Pasudamoyka bunu zay eləməyib də, belə xırdı cızıqlar qoymayıb onun üstündə. Qiymətlər də necə deyirlər, sootветствующийdir. McCoy pivəsi bura gəlir. Xüsusi bir brenddir. Xaricdən gəlir. Rastamoşkası da olunur, gəlir indi bura. Yəni ki, siz gedib Əşrəf dayın pivnoyunda McCoy pivəsini içə bilməzsiniz. Burada yer gəlmişsə menyunda Fugarden da var, amma biz bunun üzərindən gezirik. Çünki bu Bakıda heç bir yerdə verilməyən bir pivədir, specialdır. Yəni menyuda da adı The Real McCoy specialdır. Qiyməti də 12 manatdır, sırası deyirəm sizə. Yəni ki, Səfa ilə mən nefiltron. Vəbsə bura gəlsəz, deyirəm, mən menyuya da baxdım. İndi dada baxıb dadını da deyərəm. Ortalama indi misal üçün kişi ilə qadın gəlirsə, 2 nəfərə 150 çıxacaq. Yaxşı belə kişi məclisi olsa, adam başına hardasa 100-lük çıxacaq. Bu zakuskanı yağın çox yerdə yemisiniz, no. Bu parmezanlı grenki. Bəli, parmezanlıdır özdə. Başqa yerdə qavdal eləyirlər. Tak как bura premium yerdir, burada oca suhi sarta sıra. Başqa grenkilərdən həqiqətən pendir fərqi var. Sos fərqi, sos çox yaxşıdır, adamın rəyini qurmur. Bəzi soslar çox yağlı olur. Amma yenə mən belə bir söz deyim. Mən bura gəlsəydim, pivə sosu, mən grenkin yenidən sifariş edərdim çünki xoşuma gəldi. Düzgün qızardılır, üstü xırçıltılı, içi amma yumuşaq, yaxşı. Tak, kalbasa Kalbasa, çipsi. Görürsünüz burada sizin reklamınız ola bilərdi, zarafat edirəm. Bura yağlar idi, sal idi. Dadla mənə Əriyib getdi də. hatırladır. Halal kalbasalar var, kamar. Deyəsən onu. Kamara. Haradasa yemisən? Belə Yox, heç yerdə yeməmişəm, amma Böyle sevinçka kimi tez bala. Green tutmayacaqlar. amma tələsmək lazımdır. Rengi bak. Gəl bundan da götürək. Mini çudu mu deyək buna? Xırtı Kökəlmiş corat mı deyək? Allah. Bu XX oğlu niyə inirsən? Qəşəng bir şeydir. Mən buna XXL gürza adını verirəm. Zor da ha. Onun içində yaxşı ədviyyatlı ətdir. Sən o ədviyyatını heç olmasa birini deyirəmsən. Koriander.
Neyse. Yox, başqa əlbəttlər də var. Bundan qabaq da toyuq karagesini yeyəndə həmişə xoşuma gəldi bu zakuska. Burada da yəni yaxşıdır. Niyə görə xoşuma gəlir ki? Çünki yumuşaqdır. Müəyyən bir Toyuqdur da, tamam, yumşaq olsun da, olmalı. yaxşı bişiriblər də. Çolpa deyir ki. Yox, Can ətinin də yox da. onun Başqa. əsas Daha çox sousla əşyasını. Sous. Barbekü sousundan elə bir ki hansı sousun qarışığıdır bu. sweet chilidir burada, bəli. Və barbekü. Yəni də bax. Amma onun barbekünün şirinliyi qalıb və kraxmala biraz şey eləyiblər. Bunu tez yemək lazımdır, sonra yumuşaq Evet. biraz qalıb. Sonra Qalsa kılay yaxşı olur. olmayacaq. Bu da Karaginin can əti versiyasıdır və acılıdır. Bunda xırt-xırtdır da. Bu daha acılıdır hə. Nasır acılı. Özü əməli başlı acı. Paraşüt necə? Mozzarella topları. Sözünüzü bütün başqa zakuskalar burada nisbətən qeyri-adidir. Bir mozzarella topları məncə adi. Bu formada çox yerlərdə mozzarella topları verirmi? Bunu soğuk. Bu haqda da mən demək istəyirəm ki, bunun maraqlısı odur ki, bu demək olar ki, biraz qurudulmuşdu ya. Niyə görə? Canlı sos alıb və zakuska kimi sən onu udmursan da o qədər yumşaq deyil. Bunu çeynəyə-çeynəyə dadını verir. Ona görə ideal bir zakuskadır. Bu maraqlı bir şeydir maraqlı ki, məncə. Burada sırf buraya has olunan iri tumu çıxarılmış zeytunların Klərdə. klərdə bişirilib. Gəlin çalışaq onu pendir sosunu yeyək. Soslar çoxdur. Belə deyim sizə də, mən adi vaxtda da ümumiyyətlə heç xoşlamıram zeytunu. Ona görə də mənim xoşuma gəlmir belə zakuskalar. Bu mənim fikrimdir. O demək zeytun dadsızdır. Yəni buna biraz sos mütləq lazımdır məncə də. Hə, çünki Bir də sos gətirir. Biraz sosla yap. ilk bura gələndə menyuda mənim ən belə çox ad desək də belə ən çox xoşuma gələn nachoslu kumpir, yəni baxırsan Meksika Türkiyə Türkiyə və Meksika arasında diplomatik bəli. Və biz Bakıda Real Makkoyda bunu indi münasibətlərin- yoxlayacağıq. halal elə onu mənə rəhmət. Qəşəngdir. Bunun içində kartoşka nachosdur da elə. və nachos, lobiyası zadı var, Necə ədviyyatı var, nachos. prosedurla necə olmalıdır nachos bunun içində? Deyilib ki, çipsin əvəzinə kartofun içindədir də. Çox xoşuma gəldi. Kumpirli nachos deyəndə yaddan çıxarmır ki, ət də Azərbaycanın ətidir, kartoşka da Gədəbəyin Azərbaycanın kartoşkasıdır. Maraqlı. Bunu Qeyri-adi dadı var. Bunu pişirən əllər də Çünki ət ədviyyatda ətdir. Kartofla ilk dəfə demək olar ki, belə bir mix gəlir. super də. Biz zakuska kimi. Очень классно. Mənim çox xoşuma gəldi. Deməli burada 3 dənə məzə gəlib və onların yanında 6 qusok çörək. Bunlar nədir? Pendirli, badıncanlı və tomatlı məzələr. Güman edirəm ki, bunun tərkibində hansısa bir ağartıdır. Ağartı deyəndə mən pendiri, labne pendiri nəzərdə tuturam. Onunla qarışmış badımcanın yanında yağın sarımsaq olacaq. Tomat, orada tomat yox, vəlinli tomatdır, qurudulmuş tomatdır və bu qəşəng temadır. Bunu mən çox xoşlayıram. Bundan şeydə satırlar. Bəzi supermarketlərin Nəzik şeylərdə, çörəklərdə. supermarketlərin çörək bişirən yerdən satırlar, amma çoxdan da ondan tapa bilmirəm. Uzaqdan Bu badımcandır da. Hindlərin belə bir sousu var, yeməyə vururlar. Garlic ginger sos. Bəzən buna xaydəri də deyirlər. Xaydərin içində pendir də olur. Badıncan babaqanuş deyir. Babaqanuş. Badıncandan bu ona xas olan acılıq qalmadı bundan. Belə uzaqdan not ki, belə dımka, çox uzaqdan Bunu deyəsən qaymaq. qaymaqla yumşaldıblar. Qatıqla yox, qaymaqla. Bunlar reyhandır. Görün nə qəşəng reyhanlardır. məncə Azərbaycanda bitir. Mən deyərdim bunlar daha çox pivə məzəsi yox, şərab məzəsidir. Bu ikinci məndə o xaydəriyə daha çox oxşayır bu ikinci. Burada biraz mənə gəlir şorda var. Oxşayır aşağı. Badımcandan daha çox bu Məndə çox qəşəng çox xoşdur. İndi keçir üçüncü lotumuza. Baxa görə
Hələ ki, Lotolardan danışmadan, nə varovskoy söhbətlər. bu hələ ki 3-cü lotumuza. mənə görə budağa yaxşı idi. İndi üçüncü də bəlkə ən yaxşı hələ o olacaq. Çünki uzaqdan ton salatına oxşayır. Gözümüzə soxdu. Bu Artıq pomidor favoritidir. Doğru. Ha. Ha. Başım üçü də çox maraqlı bir yeməkdir. Məncə No, sən demişdin. şərab zakuskasıdır. Pivə deyil. Boş Bu pivə zakuskası deyil, dadlıdır. No, pivin üstü olmalıdır. Yeri gəlmişkən buranın barını görmüşəm. Yəni ki, siz fikirləşməyin ki, pivnoydu burada konveyerlə pivə içir. Barda, nə bilim, roze, ən azından 3 növ ağ şərab var idi. Xaladenikdə, biri açıq idi. Yəni ki, burada şərab da içilir. Odur ki, menyuya baxanda fikir verin ki, əgər sizdə şərab içən qonaq varsa, uyğun zakuskanı seçin. Qısaca, yeri gəlmişkən burada hər 5-6 giriş yalnız xanımlarlandır. Yəni ki, xanımlar, siz kişisiz girə bilərsiniz, amma kişi xanımsız girə bilməz. Budur bizim deqradasiyamız. Ondan danışma. DJ də olur 5-6, yəni burada konkret klub abu-havası yaranır həmin günlər. Daha sonra burada ailə ilə gələ bilərsiniz ümumiyyətlə hər gün. Yəni 5-6-nı gözləməyin ümumiyyətlə. Ailə deyəndə ki, uşaqlarla yox da, yəni ki, həyat yoldaşınız. Hədə ailəvi Uşaq otağı zadı Həyat yox. yoldaşı ini tolka. Bəli, və Yəni, balcı da deyirsən, hə? daha sonra burada face control mövcuddur. Face control Ona görə üz-üzü gülərüz eləyin. Face control Mehriban olun. və dress code. Paştetin dadına da baxdıq. Toyuq paştetidir. Toyuq yox, poultry, quş ətindən olan paştetdir. Əslində mən bir dənə şey yadımdan çıxdı. Orada sos var. Onu o cem olmalıdır. Bu cür paştet həmişə cemlə yeyilir. Onun üstünə cem eləyir. Hətta ondan sonra ona bəzən karamelizə edilmiş soğan da əlavə olunur. Və paştetin bir dənə maraqlı padaçası var. Paştet artıq hazır olanda onun üstünə taplonlu yağ vururlar, qoyurlar soyuducuya. Üstündən nazik qat yağ olur, altdan da paştetten zbor götürüb isidilmiş çörəyin üstünə vurursan və yeyirsən. Nasıldır? Ramın qabağına qoyur paşteti. Budur. Qara bu yumurta sarısıdır, çiğ yumurta sarısı. Altdan da deməli sucuk tartarı. Bunun üstündə rozmarin və timyan qoyulub. Bunu iki çörəklə sadəcə belə bölürük. Bu partlayır. Biz başlayırıq bunu belə eləmək. Bunu belə eləyirik. Bu hazır olandan sonra sarısı qarışdı. Bunu bura götürürük və çörəyin üstünə vururuq. Sucuğu yumuşaq verir. Çünki sucuq adətən biraz joska olur, qalması olur. Onun bir qızartma. Çox qəşəng yumuşalıb. Necədir? Elə ki, paştet, prosta sucuqlu paştet. Bu qədər eləsən çoxdur. Yəni ki, bu boyda çörəyə bu qədər eləmir. Mən eləyirəm. Sözüm var sənə. O dada baxmır. O prosta avion götürür. Biraz vurursunuz. Müsbət eləmək lazımdır, imkan vermirlər. Baba. Apardı, nə oldu? Bizim palisoslar rubrikası. Mənə görə onlar hamısı şərabla gedir. Amma yeri gəlmişkən ikinci İkinci bakalda yeri gəlmişdi. İkinci bakaldım. 2 dənə salat gəlib. Deməli, biri krevetkadır, popcorn krevetka ilə. Altında latukdur, bu şeydir, rukola. Rukola, qara çörək otu, 2 növ pomidor və konservləşdirilmiş kukuruz kitchen sosundan. Çox güman ki, bundan birini götürürsən, bunlarla elə belə vurursan, bir dənə hazır bir şey edirsən, atırsan. Burada isə taxtanın üstündə hissə verilmiş qızıl balıq, altında stracciatella pendiri. Deyəsən, onun içində nəsə başqa var, bərklər. Teksturası. Həm bərkdir, həm sulu hissəsi qarışıqdır. Və eyni cürə kaxı ilə rukola. Gəlin bundan başlayaq.
Bundan yığaq. Mayonezi dobro vurulmuş bir salatdır. Burada ya belə biznes görüşlər, pivnoy biznes görüşlər, Xaricdən gələn qonaq. xaricdən gələn qonaq. Yəni ümumiyyətlə burada belə bir məkandır ki, şəhərin ən gözəl mənzərəsi buradan açılır. Yəni sən bu qonağı gətirirsən, şəhərə baxır, sonra gəlib bura 5-ci gün məsələn gəlsən, burada musiqi də olacaq, DJ də olacaq, atmosfer belə xoş atmosfer olacaq. Ona görə də məncə qonağınız varsa, ailəvi gəlirsinizsə, məncə bu super bir variantdır. Və yeməklər də görürsünüz ki, çox qeyri-adi və dadlı yeməklərdir. Bu yemək dadlı yeməkdir, amma mayonez xoşlayanlar üçün. Mənə elə gəlir ki, burada mayonez başqa ingrediyentlərin dadını boğmasaydı, biraz az vurulsaydı, həm krevetkanın, həm başqa komponentlərin iyi Biraz elə çox dadı daha açılacaqdı. Bizə sitrus tərkibli nalivka gətirirlər. Nastoyka nalivka. 28 dərəcəli, hə? 28 dərəcə stansiyası. Adətən bunun içinə çoxlu şəkər qatırlar və acılığı gedir. Bu mən xoşlamıram. Bunun içində biraz şirinlik var. Bunun içində acılıq da var, meru. Acılıq normal var. Bir normal acılıq. Yaxşı acılıq var və sitrusda hər şey var. Alkoqolü də var sizə deyim. Temadır. 28 dərəcədir. İçinəsə bu Pivədən sonra konkret bunu verirsən özünə gəlsin. Şunun qiyməti görəsən. Özünə gəlsin. Bu qəşəngdir. Ha, limon da oradan. Həmçinin biraz acılıq, Azərbaycan dilində acılıq həm ostra, həm gorki deyirlər. Turş No sevər başqa cür adamlar yandırmayan acılıq. xoşlayacaq bunu, çox xoşlayacaq. Stracciatella salmondan getdi 2 burada. dənə lasos basıb, elə basıb ki, heç bilməyim ki, bu daradodur, fareldir, kilkədir. Kasoyam görmürəm ki, bu Qırıba. salmondur. Qırıba krasного цвета. Kim bilmirsə, stracciatella, burrata yəqin pendiri çox adam bilir. Burratanın içində siz kəsəndə içindən elə stracciatella çıxır. Həmin o pendir elə stracciatella. Hoppa, oradan. Bu salat haqqında nə demək istəyirəm? Çox özünə məxsus salatdır. Dəfələrlə gedib eyni yerlərdə, fərqli yerlərdə Sezar salatı sifariş verməkdənsə bir dəfə bu salatı da sifariş verin. Kifayət qədər pepe salatdır. Yəni ki, bunun içindəki ingrediyentlər Pepe nə deməkdir? düzgün qidalanma. DG salat. Dolce Gabbana. Baxırsan görürsən ki, burada sveji pomidor, sveji göyərtilər, kapşonlu balıq var. Maraqlı salatdır. O birisi biraz ağır idi, amma bu yüngül, qəşəng salatdır. Bu qızarmalıdır. Yəni ki, ailəvi bura gələndə ya da ki datinga Lətif subaydır. Lətif olacaq. Ramil də subaydı belə baxanda. Ramil də subaydır. Məndən ümidli kəsdim yaxşı. Xanımla yaxşı görüşə, ilk təəssürat. Gəlsən burada Piləkandan şəhərə baxırsan. Birincisi xanımı bura gətirsən, uje sən +1 qazandın. Yəni çox səviyyəli yerdə. Hə, plus Doğrudan. Bir dənə də stracciatella. Stracciatella sən jackpot. Wow, zət. Simbolik sən ofisanta deyirsən ki, stracciatella ilə nə var sizdə? Ofisanta qabaca gəldiysən, müəllim həmişəki kimi stracciatellalı salat gətirirsən. İlk gəldi bu didilmiş, 8 saat pişmiş quzu əti. Dirilmiş. Didilmiş. Niyə görə? Bu uzaqdan belə bankada olan badlıcan ikrasına oxşayır. Amma ki, bunun xüsusiyyəti nədir? Yağından da görə bilərsiniz. Bu artıq quyruğun yağı ilə qarışmış bir massadır. Həqiqətən də duxovkada bişirib və quyruq karamelizə olanda biraz şirinlik əmələ gətirir. Bu şirinlik bu ətin içində var. Bundan savayı bu əti duxovkaya qoyanda onun üstünə ədviyyat qoyulmur. Ədviyyatı qarışıq elədilər. Onun içində güman edirəm ki, tomat da vardı. Tomat da elə biraz yandı, öz dadını da buna verdi. Çox maraqlı, möhtəşəm bir şeydir. Soruşsaz ki, nə ilə? Araqla da gedər, çaxırla gedər, pivə ilə də gedər, kraynak. Fiyata görə biraz acılığı var, biraz yüngül var, amma çox belə pikant belə deyək. Maraqlı söhbət. Qəşəng. İsti yeməklər təzə gəldi. Bundan əvvəl salatlar gəldi. Bu tuşonkadır, bunun içində mal ətidir. Möhtəşəmdir, doğrudan. Acılıdır biraz.
Olurdu möhtəşəm. Gəlin bunun dadına da baxaq. Qırmızı soğanla gəldi. Lavrovo list elə bir sonradan qoyuldu. Əla. Niyə görə əla? Çünki çox yerdə tuşonka pişəndə artıq o hala qədər pişirilir ki, dağılmış vəziyyətdə bir palovniklə verilən bir, çömçəklə verilən bir masa kimi gəlir. Sulu belə yemək. Burada siz diqqət yetirsəz, kusoklar tam qalır. Bura qaba bax, itirməyiblər. bitirməyib və dad baxımından da əladır. Suyuna da baxsan görsən ki, belə bir sənə tuşonludur. Yəni sulu deyil, amma tuşonludur qəşəng. Və əsas da odur ki, kələ yağını hiss edirəm mən burada. Mən çoxdandır belə dadlı tuşonka yeməmişəm. Əsl tuşonkadır. Süfrəmizə həm də Argentina steyki gəlib chimichurri sousunda, amma dağa ondan öncə Toyuq ruleti gəlib. Birinci ondan başlayaq. Başlayaq. Lətif. Nə oturmuşsan? Tak, toyuq ruletin içində göbələk və güman edirəm ki, Şpinat. ispanaq. Aha. Ola bilər. Niyə də yox içində? Çaxırın Şef, malı. burada toyuq ruletin içində ispanaqdır. İspanaq, göbələk, bir də pendirli sosdur. Nə pivə, nə araq. Bu şardana ilə gəlir. Dostlar, yaxşı belə oturmuşuq. Maraqlı yeməklər var, maraqlı söhbətlər var. Bizim izləyicilərin sağlığına vuraq. Onların sağlığına həmişə bizə kommentlər yazın, yeni yerlər tövsiyə edin. Biz də həmişə sizin görüşünüzə gələk. Bundan savayı da mən bir şey dedim. Ala veririm. Ala verdim. Bəzən mən küçədə gedirəm, yaxınlaşırsınız, salamlaşırsınız, deyirsiniz ki, izləyirsiniz. Çox sağ olun ki, izləyirsiniz. Ola bilər ki, biz ikinci və ya üçüncü dəfə görüşərik. Mənim üzlərə yaddaşım çox pisdir, həqiqətən də. Ola bilər ki, bir dəfə biz dayanaq, danışaq. Sizdən gözlərdə olacaq ki, ikinci dəfə mən heç olmasa baxın belə salam eləyim. Məni güzel tanıyır. İncimin məndən, həqiqətən də mən yəqin kimlənsə bir saat yarım oturmalıyam ki, sifət yadımda qalsın. Elə bilmirəm ki, mən yekəxanalıq edirəm, yəni kimləsə salamlaşmıram, elə bilirəm. Mən də kim belə prosta gəzirəm də yolumu, kimsə gözləyir ki, mən salamlaşacağam, amma ki, mənə adam həqiqətən də tanış gəlmir deyə mən özü şey edirəm. Sizin sağlığınıza. Ona görə birinci salamlaşın, problem deyil. Birincisi salam. Salamlaşmadan İkincisi Sağ ol. sualı təkrar. Zoğal arağı desək, səhv deyərik. Zoğal arağı deyir. Zoğal arağı adətən zoğaldan alınmış spirt üzərində düzəldilmiş araqdır. Askırmaq istəyirəm, alınmır. Askırmaq alınmır. Ələkbərin allergiyası var. Çox qəşəng zoğal dadı verir. Bu zoğal bazasında olan bir içkidir. Şirin sov içkidir. Çiğni dadı da gəlir axı biraz elə ki. Biraz var elə bir ki, çəlit cemi özdə. Tak, bu içki ondan əvvəlkində daha şirindir. Onun spirt tərkibli olması daha hiss Daha olunur. yüngüldür məndə. Qadınski içkidir. Hə. Qadın kampaniyası gəlsin. Qadınların xoşuna gələr. Hiss eləməsin. Qadınlar xoşlayırlar şirin şərab, şirin. Amma risk bilən dan Hə. vurursa. Amma ki, Tan güzel. mənə belə içki içmək biraz çətindir. Mən məsəl üçün bu medium ətləri xoşlamıram. Amma sənə deyim ki, bu dəfə çox qəşəng alındı. Bu chimichurri məndə evdə quru ədviyyat kimi olmuşdu. Onu realni bir əlavə kimi birinci dəfədir. Bu bibərdir, yoxsa pomidordur? Pomidordur. Pomidordur, keşnişdir, sarımsaqdır onda. Sarımsaqdır, kremlə. Bu can ətidir, görürsünüz, özdəki bu medium well-dır ya da düz medium pişmiş can əti, yağsız. Çox orijinal qarşı. Ələkbər, telefona Instagrama baxmağa Mənə burada vaxtıdır. canlı yazırlar ki, Lətifə salam. Kamrandan. Lətifi tanıyırlar. Elə dad, belə yeməklərdən elə dad daydaski yerlərdə gəldi. Amma ki, gözləmirsən ki, bura gəlib, yəni ki, belə yeməklərin dadını
belə əla olsun. 5 saatlıq Superdir. çox qəşəng. Əslində bura gələn yeməkləri mən soruşdum. Hərəsi bir porsiya gəlir. Yəni ki, gördüyünüz toyuq, gördüyünüz maça, gördüyünüz tuşonka, 8 saat pişmiş quzu əti, hamısı bir porsiyada. Biz 4 nəfərə kifayət qədər, yəni ki, lazım olandan artıq yedik. Hərəmiz 2 krujka pivə içdik, düzdür? Hə. Deməli 2 krujka, 8 krujka pivə, pivələr 12 manatdandır. 12-nin də 8-i var, 96, 100 manat pivələr də hardasa. Общий 500 manat çıxdı. Amma o 500 manat 5-6 nəfər burada rahat oturur. Hə. Nə qədər yemək qaldı? Mən dediyim kimi, yəni ki, parışqa gəlsə, kişi ilə qadın, arası Vur, öldür 200 manat olar, olmaz. spirtno ilə bir yerdə. Bunun biri 30 manata gəlir. Bunu da dedim, bu qırmızı olan çox şirindir. Bəlkə qadınların xoşuna gəlir. Amma 2 nəfər İki gəlsə dənə siz sirk suyu için. bunu eləmək üstə 2-3 dənə şot zakaz edərsiniz. Normaldır. Davam edərsiniz məclisdə. Ha? Hə, şot. Bir dənə şot 4 manatdır. Amma yeməklər, bəlkə də qiymətlər biraz artıqdır, amma ümumiyyətlə çox möhtəşəm. Ona dəyər. Yəni ki, reklam deyil, hər şey xoşumuza gəldi. Yəni bu yaxın zamanlarda məndən maraqlı dadlı yeyə biləcək bir yer soruşsalar, mən buranı mütləq məsləhət görəcəm. Bəli, Mütləq narahat məsləhət. edin onu. Narahat edin, mütləq məsləhət görəcəm. Çünki bayaq elə çəkiliş gedə-gedə artıq dostum yazdı ki, necə yerdir. Məsləhət gördüm. Həqiqətən də çox maraqlı mikslər gördüm. Dadmadığım bəzi dadlara baxdım. Heç bir burada stola gələn heç bir qidaya deyə bilməzdim ki, ay yox, bu mənlikdir, olmadı. Hətta kalbasa hansı ki, mən hər səhv edirəm, nəsə. Şokolat kimi də. Yəni də prosta Səfa dedi belə eləmədən. Mən yəni Səfa dedi də. Hətta o kalbasa belə o da gedər pivə stoluna neplokha gedər. Sosla batıranda qəşəng gedir. Vışı kateqoriyadır. Və dediyim kimi, Mələtov. Mən də onu demək istəyirəm ki, ilk növbədə aşpaz düzgün ədviyyatlardan istifadə edib, yəni yeməkləri doğrudan da ki, çox dadlı idi və mən də bunu qaldırmaq istəyirəm drinking teamin sağlığına. Sağ ol, brat. Var olun. Vur getsin. Hamının yoxsa Hamı. Bir dənə də davam eləyək. Deyək ki, biz bugün Real McCoy-daydıq. Real McCoy-un ünvanı Dağüstü Parkın üstüdür. üstüdür, bəli. Burada şlaqbaum var. Şlaqbaumla deyirsiniz ki, Real McCoy-a gəlmişəm. Real McCoy-un Park yerdə görəcəksiniz. Radnoy parkovkası var. Yəni ki, rahat maşınla gəlib burada 2 addımla. Çox sakit bir yerdir. Sakit, qəşəng. Qəşəng mənzərədir arxada. Siz məsələn indi biz yemək yedik, çıxacağıq o tərəfə, Bakının gözəl bir mənzərəsinə baxacağıq. Odur ki, fiqanımızı içmişsiniz deyək. Həmişə yeyib içmələrdə. Ünvan dedin. Hesab gəldikdə 100 manatdan çox olsa sizin hesabınız, sizə belə bir kupon verirlər. Və burada gördüyünüz kimi bir neçə də məkan var ki, Monkey Pub'dır, Baribal'dır, mənzərədir və mənzərə var burada. Hə, mənzərə var. Bir də Real McCoy. Bu kuponu götürürsüz, bu məkanların birinə getdikdə bunu verirsiniz və sizə bir dənə bezalkoqolli içki, bezalkoqolli içki verirlər ki, içəsiniz. Odur ki, yararlanın. Sağ olun, Odur öpürəm. ki, su da bezalkoqolli içkidir. Səfa buyur götür.